Yoldaşımla evlendiyim gündən bəri eşitdiyim bir cümlə. Bircə bu ay çətinliyimiz var, biraz da dişimizi sıxaq. Gələn aydan hər şey yaxşı olacaq. Dişimizi sıxmaqdan artıq ağzımızda diş qalmadı. Gələn ayın adı da bilinmir, nə vaxt gələcəyi də bilinmir. Gələn aydan inşallah hər şey yaxşı olar, ümid yaxşı şeydir. Gözləməyə davam. Siz yoldaşlarınızdan məndən fərqli olaraq hansı cümlələri eşidirsiniz? Həm sahura, həm iftara yumşacıq, dadlı börəklər etdim. Əmirini isə evdə süd olmadığından su ilə yoğurdum. Həqiqətən də gözləmədiyim şəkildə puf yumşacıq, ələ yapışmayan bir xəmir alındı. Kimlər istəsə resepti rəy bölməsində qeyd edəcəm. Bu səfər iki fərqli üsulla etdim. Həm pendirli, həm də kartoşka presi ilə. Reseptlə 4 dənə list çıxır. Mən ikisini pendirli, ikisini isə kartoşkalı etdim. Öz haqqınızı halal edin. Allah tutduğunuz oruçları qəbul etsin. Brunelli indi hazırlayın, iftarda və sahurda nuş edin. Onu mütləq qayd eləyin, sizə lazım olacaq. Bugünlük vloqum bu qədər. Məni izləyib dəstək olmağı da unutmayın. Maraqlı və faydalı vloqlarla hər zaman qarşınızda olacağam. Öz haqqınızı halal edin. Hələlik.